200-ə yaxın şəhid ailəsi və onların övladları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bir araya toplandı. Ənənəvi olaraq Günaydın Ət və Restoranlar şəbəkəsi şəhid ailələri və onların övladları üçün səhər yeməyi təşkil edərək tədbir keçirdi. Şəhidlərin xatirəsini yad etmək və onların övladlarına diqqət və qayğı göstərmək məqsədi ilə təşkil edilən tədbirdə uşaqlar üçün müxtəlif şoular, əyləncəli proqramlar icra edildi. Uşaqların iştirakı ilə oyunlar keçirildi. Tədbirdə çıxış edən Günaydın Ət və Restoranlar qrupunun təsisçi ortağı Cüneyt Asan dedi ki, daima Türkiyə və Azərbaycan olaraq şəhid ailələrinin və onların övladlarının yanında olacağıq. Tədbirin təsisçilərindən olan Arzu Fərəcova isə qeyd etdi ki, qonaqlar arasında yalnız vətən müharibəsi iştirakçılarının övladları deyil, digər şəhid övladları və nəvələri də yer alır. Bu vatana canını kanını vererek vatanı bize emanet eden, bayrağı yere düşürmeyen şehitlerimiz, çocukları bundan böyle bize armağandır, bize hediyedir. Biz hayatta olduğumuz sürece, bu bedende bu can olduğu sürece hem Türkiye olarak hem Azerbaycan olarak bu bizim görevimizdir ve biz bunu yapacağız. Her zaman yapacağız. Sadece senede bir kere değil. Çocuklar için yapılması gereken sadece bir kahvaltı, sadece bir yemek değil. Onlar için yapılması gereken her ne varsa yapacağız. Maddi manevi yapacağız. Çünkü onlara borcumuz asla ödenemez. Tədbir uşaqlar üçün təşkil olunan müsabiqələr və sürprizlərlə davam etdirildi. Sonda uşaqlara hədiyyələr təqdim edildi. Qeyd edək ki, Günaydın Ət və Restoranlar şəbəkəsində hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid ailələri və onların övladları üçün tədbir təşkil edilir.